Deməli, dəyərli vətənlərim, fikir verin siz ha. Siz bir dənə şeyə fikir verin. Çox gedir. Heydər Əliyevin adından, hakimiyyətindən, ətrafından, ailəsindən, nəslindən, kökündən hamısından yağır. Sizlik yağır. Baxın, bir fragment əlimə keçib, gəlin buna bir yerdə baxaq. Bir yerdə baxaq buna. Baxaq. İşid bayrağını dalgalandıran 3 gənclə bağlı yeni faktlar bizə çıxır. Məlum olub ki, onlardan biri Əbu Bəkir məscidinin imamı Qamət Süleymanovun yaxın qohumudur. Müxbirimiz İlkin Kərimov bugün mövzunu araşdırıb. İşid terrorçularının bayrağını qaldıran şəxslərdən biri Ramil Quliyev, Əbu Bəkir məscidinin imamı Qamət Süleymanovun qaynıdır. Ramil də dindardır. Onun Hacı Qamətlə birlikdə olduğu ona köməklik etdiyi deyilir. Hacı Qamət kütləvi informasiya vasitələrinə bu məlumatı təsdiqləyərək qohumunun mitingdə İşid bayrağını təsadüfən qaldırdığını söyləyib. Ramil heç vaxt mitinglərə getmir. Dostu onu mitingə dəvət edib. Mən onunla söhbət etdim. Ramil mənə bildirdi ki, o yerdə Allah kəlamı yazılmış bayraq görüb və onu ayaq altından götürmək istəyib. Bu zaman polislər onu ərazidən kənarlaşdırıb. Ramil Quliyev ötən gün isə fərqli bir açıqlama etmişdi. Stadionda durub mitingi izləyən zaman tanımadığım bir şəxs mənə bir bayraq verdi və dedi ki, bunu dalğalandır. Mən heç nə başa düşmədim və bayrağı açanda üstümə hücum çəkildiyini gördüm. Daha sonra o polislər saxlayıb bir neçə saat sonra azad ediblər. Ramil Quliyev aynısı isə ümumiyyətlə mitingdə iştirakını təqzib etmişdi. Bu, Milli Şuranın mitingində İşid terrorçuların bayrağını dalğalandıran şəxslərdən biridir. Füzulidə olan Ramil Quliyev parfümeri alveri ilə həmçinin ev alqı-satqısı ilə məşğuldur. Bu arada tanınmış vəkil Osman Kazımov mitingdə İşid bayrağı qaldıranlardan daha biri tanındığını, məhkəmədə hal şahidi kimi ifadə verdiyini xatırlayıb. Lakin vəkil hansı proseslə bağlı onun ifadə verdiyini yarı sala bilməyib. Təhribata əl atan bu şəxslər hamısı sərbəstdir. Bakı şəhər baş polis idarəsinin mitinglə bağlı açıqlamasında deyilir ki, mitingdə ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib. Dəyərli vətənlərim, gördünüz ki, deməli, hələ Xalq Cəbhəsinin mitinglərini ayın vaxtından Xalq Cəbhəsinin mitinglərində bu vahabilərdən istifadə edilmişlər. Hələ o qamət var, o qamət. İndi də 100 minlərlə, milyonluq maşın sürür, bağ evlərində oturur, hamısı o adları çəkilənlər. Əbu Bəkir məscidində. Demək ki, burada mən sizə gör nələr deyirəm, incə məqamlar deyirəm. Ha, bunu kimlərsə bilmir, ha. Dəyərli vətənlərim, dəyərli soydaşlarım, Xalq Cəbhəsinin mitingində hakimiyyətin bu Vahabi təriqətinə mənsub hakimiyyətin, necə deyərlər, trolları gedib Xalq Cəbhəsinin mitingini gözdən salmaq üçün orada İşid bayrağı qaldırıblar. Və İşid bayrağı qaldırıblar və onlar tutulub da cəbhəçilər, özləri o vaxtı bilirsiniz, yadınızdadır. Cəbhəçilər qollarını vurub polisə təslim ediblər və videosunda şəkillərini də çəkiblər mitingdə. Və baxın ha, fikir verin ki, hakimiyyət bunları tutmuyubdur, həbs eləməyibdir, hamısını buraxıb. Hamısını buraxıbdır, görürsünüzmü? Deməli, məqsəd mitingdə təxribat yaratmaq, məqsəd mitingi gözdən salmaq idi. Məqsəd müxalifəti gözdən salmaq idi. Yəni İlham Əliyev dindarları həbs eləməkdən, işıqçıların bayrağını qaldırmaqdan dünyaya, İsrailə, dünyaya elə mesaj verib ki, mən bu Azərbaycanda bu xalqa divan tutmasam, bu dindarlara divan tutmasam, burada ya İran kimi mini bir İran devləti olacaq, İrana birləşəcək, nə eləyəcək, ya da burada İşid kimi bir devlət olacaq. Görürsünüzmü dəyərli vətənlərim, İlham Əliyev hakimiyyətinin dəyərli vətənlərim, bundan başqa bir məsələyə də toxunacağıq dostlar, qardaşlar. Birazdan çox önemli məsələlər var. Bakıda cihad elan edildi, aləmdə idi bir-birinə. Bunlardan danışacağım, çox mövzulardır. İndi İlham Əliyev bu
işıtçılara, vahabilərə gör necə önəm verir. Hansı ki bu yaxın vaxtlarda bildiğiniz kimi Cavid İmanov'un oldu. Mən onu indi danışacağım. Birazdan material qeyd eləmişəm, danışacağım. Cavid İmanov'un oldu. Eləmi dostlar? Eləmi? Orada nəyə fikir verdiniz siz? Maalesef ki Qabilin izləyiciləri ağı qaradan seçməyi başarmalıdırlar. Qabilin izləyiciləri her şeyi yerin altını üstünü bilməlidirlər. Qabilin izləyiciləri belə adamlar deyil. Ama orada Qabilin izləyiciləri bir məqama fikir verdi mi? Polkovnik rütbəsinə qədər polisdə ucalan, polisdə qalxan, o rütbələri polisdə qazanan, polisdə alan Cavid İmanov'un yasında, yas mərasimində bircə dənə polis gördünüzmü? Bircə dənə polis gördünüzmü? Görmədiniz elə. Niyə? Səbəbini deyəcəm sizə. Biraz səbirli olun, səbəbini deyəcəm sizə. Keçək burada başqa məsələlərə. Değerli məsələn, Cavid İmanov'un qardaşı Tahir İmanov'un orada eləyərək sanki bunun qardaşının və özünün Vahabi təriqətinə mənsub olduğunu güya bilmirdilər. Cemaatdan güya gizlətmək istəyirdilər. Ona görə təriqətinə görə xahiş eləyib ki, çəkiliş eləməyin. Yox. Çünki hakimiyyətin içində çox saylı məmurlar və məmur balaları Vahabidir. Və deyilən vətənlərim, Vahabi olduğuna görə o məmurlar ki var, çox saylı general, məmur, nazir, mavinə, bir halda ki İlham Əliyevin özü və oğlu da Vahabidir. Və onlar kameraya düşməsin deyə xahiş eləyib Əlin Ağayev. Əlin Ağayev daha doğrusu deyib ki, xahiş elə Tahir İmanov, sən yəsi sənsən də, sən qardaşındır. Xahiş elə ki, kameralar çəkiliş olmasın. Sonra biz də təzyiq eləyə bilərik bir balaca. Və Tahir İmanov deyib, xahiş eləyirəm, yığışdırın, halal eləmirəm, nə bilim, nə eləmirəm. Məsələ odur ki, məlum olub ki, bu adam o yas mərasimində iştirak eləyən, o necə böyük vəzifəli Vahabilərin kameraya düşməməsi üçün belə edibdi. Bundan başqa, bu barədə belə. İndi qaldı sizə bir məsələ də deyə bilərəm mən burada. Dəyərli vətənlərim, bildiyiniz kimi bir müddət öncə, yəni 1-2 gün öncə, mən burada göstərim elə deyim sizə. Dostlar, qardaşlar, yayımı bəyənin bir dənə. Vaxt var imişkən bir dənə yayımı bəyənin. Bəyənənlər var olsun, bəyənməyən baboş olsun. Buna bax, Allahın işinə bax. Bundan prezident olar. Bir dənə buna baxın. Gör kimi prezident seçmişsə. Bencoizə oxşur. Tarzana oxşur, Tarzana. Buna bax, Elçibəyin gəncliyidir. Baxın, millət. Bunda adama oxşar sifət varmı zərrə qədər? Sifət qəlbin aynasıdır. Bu nəyə oxşur? Amma bu nəyə oxşur? Nəyə oxşur? Seçiblər prezidenti ölkənin içərisində koydu ora, verdi, təhvil verdi, ölkəni təhvil verdi, apardı. İndi baxın, burada Qabilin Büyün, sağ olsunlar, Qabilin Büyün videosunu paylaşıblar, sağ olmuşlar. Kimsə bilmirəm, təşəkkür eləyirəm yaradıcılara. Mənim bugün bir videomu paylaşdılar. Sifət qəlbin aynasıdır. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım. Ona görə mənim də bax videomu paylaşırlar. Elə gənclik şəkillərim burada çoxdur. Baxın, short videoları izləməyi unutmayın. Bax, short videolar var. Görürsünüz, haqsızlığa susmadan nə qədər mənim 3 dəqiqəyə qədər videolarım var.
Və burada bu videom var, neçə min, 7800 adam baxıb, bu ortadakı video. Vurun buna baxın. Vuraq. Değerli vətənlərim, değerli soydaşlarım, sağ olsun. Kim eləyibsə bunu, sözün açığı bir adam atmışdı mənə bunu. Dedim mən eləmişəm, amma diqqətə almadıq. Nəhayət ki, sonra bir neçə baxdım ki, dəyərlidir. Bizim qardaşlar yəqin düzəldiblər bunu. Bəstələyənləri tanımıram vallahi billahi, amma düzəldəni tanıyıram. Demək olar ki, sağ olsunlar, var olsunlar. İnşallah arzularımıza çatarıq. İnşallah gözəl bir gün yaşayarıq.